Hər birinizə salam. Yeni videoda hər birinizi xoş gördüm. Bu videoda bu fillərin sxemini sizlərlə bölüşürəm. Göstərim sizə fili. İki rəngini mən toxumuşam. Biri belədir və digəri baxın belə formadadır. Bu fillərin sxemi Toxucu Qız səhifəsinə aiddir. Səhifəsini burada qeyd edəcəm, Instagram səhifəsini. Keçid edib baxa bilərsiniz. Toxucu Qız səhifəsi sxemi yazıb və mən videosunu çəkirəm. Cüzi dəyişikliklər etmişəm. Quyruğun birbaşa toxumaqda, qulaqlarını biraz kiçik etməkdə, burnunda biraz dəyişiklik etmişəm. Amma qalanları eynidir. Yəni, əsası Toxucu Qız səhifəsinə aiddir. Baxın, belədir. Toxunma qaydasına keçə bilərik. Bu arada kanalıma abunə olmağı, videolara rəy bildirməyi və bəyənməyi unutmayın. Sxeminə keçək. Fili toxumaq üçün lazım olanları qeyd edim. İki rəng ipdən istifadə edirəm. Əsas rəng boz rəngdir. Fili boz rəngini toxuyacağım. Ağ rəng lazımdır. Belə amigurumi ipi, nazik qəhvəyi rəngdə ip çox az lazımdır. 1 metr olsa bəsdir qaşlarını etmək üçün. Şarfını etmək üçün çox az belə fərqli rəngdə bir ip mən sarı götürdüm. Bu iplər, bu boz, ağ rəng, boz rəng və sarı rəng Yarnart Dolce ipidir. Kadife ip sayılır, yəni velour ipdir bunlar. Fərqli markanın iplərini istifadə edə bilərsiniz. Amma Yarnart Dolce qəşəng ipdir, alıb istifadə edə bilərsiniz. Sonra qayçı lazımdır, əlbəttə ki. Milçə 3.5 mm, istifadə etdiyim tul ipdir mənim. 3.5 mm. Belə marker lazımdır. Marker olmasa da olar. Fərqli rəngli ipdən istifadə edə bilərsiniz. Gözlər lazımdır. Baxın, belə gözlər. Oyuncaqlar üçün nəzərdə tutulan gözlərdir. Gözlərin ölçüsü 8 millidir. 8 millimetrdir. Yəni, mağazaya gedəndə göz almaq istəyəndə ölçü ilə alırsınız gözləri. Yəni, istənilən ölçü göz olur. Bu iynə, belə qalın iynə, bu iplərlə olan oyuncaqlarda mən belə qalın iynədən istifadə edirəm. Yəni, ucu küt olan iynədən istifadə edirəm və bu qədər. Bir də sindifon lazımdır. Sindifon isə iki cür olur. Boncuq sindifon olur, bir də belə bu tip sindifon olur. Siz boncuq sindifon tapsaz, yaxşısını tapsaz, ondan da eləyə bilərsiniz. Fərqi yoxdur, bundan da istifadə eləyə bilərsiniz. İndi isə toxunma qaydasına keçək. İlk olaraq mən başını toxuyacağım, baş hissəni toxuyacağım. Bunun üçün boz rəngi götürürəm. Bu ipdə, velour ipdə nazik iplərdəki kimi sehirli halqanı etmirəm. Əvvəlcə 3 zəncir çəkirəm. 1, 2, 3. 3 zəncir çəkdim. İkinci zəncirə 6 ədəd sıx iynə toxuyuram. Yəni, ikinci zəncir məndə sehirli halqa rolunu oynayır. 1. Yeni toxumağa başlayırsınızsa, bu iplə yeni toxumağa başlayırsınızsa, sıra başlanğıclarına mütləq ya fərqli rəngli ip, ya da belə sancaqdan istifadə edin. 1, 2, 3, 4, 5 və 6. Burada 3 zəncir çəkmişdim. Bu bir zəncir əlavə qalır. Sökülməməsi üçün bir zənciri əlavə çəkirəm. Oldu 6. İlk ilmək ilə toxumağa davam edirəm. Bu ilmədən etibarən artıq ikinci sıraya keçirəm. Yəni, birinci sırada 6 sıx iynə oldu. İndi ikinci sıraya keçirəm. İkinci sırada isə hər ilməyə cüt toxuyuram. Yəni, 6 dənə sıx iynə var idi. İndi hər ilməyə cüt toxuyuram. Bir ədəd toxudum. Buradan sancağı çıxardıram. Bura taxdım. Eyni ilməyə bir ədəd daha toxuyuram. Yəni, bir dəfə cüt toxudum. Növbəti ilməyə yenə cüt toxuyuram. 1, 2, növbəti ilmə, 1, 2. Hər ilməyə cüt toxuyuram.
1, eyni ilməyə bir ədəd daha toxuyuram. 2, 1, eyni ilməyə bir ədəd daha və sonuncu 6-cı ilməyə yenə cüt toxuyuram. Hər ilməyə cüt toxudum. Bu oldu ikinci sıra. İkinci sırada 12 ədəd sıx iğnə oldu. Növbəti sırada isə bir tək bir cüt toxuyuram. Bir sıx iğnə toxudum. Markeri qoyuram bura. Və bir cüt toxudum. Bir tək. Bir cüt. Yenidən bir tək. Bir cüt. Bir tək. Bir cüt. Yəni bunu 6 dəfə təkrar edirəm. Bir tək. Bir cüt. Sonuncu bir tək. Və bir cüt. Bir tək bir cüt toxudum. Burada 18 sıx iğnə olur. Bu sıra sonunda 18 sıx iğnə oldu. Dediyim kimi, əgər toxumağa yeni başlayırsınızsa, hər sırada mütləq ilmələri sayın ki, sonra davama səhv getməsin. Növbəti sırada 2 tək bir cüt toxuyuram və bunu 6 dəfə təkrar edirəm. Bir ədəd toxudum. Bir ədəd toxudum. İkinci sıx iğnə, yəni yanındakı ilməyə bir ədəd daha toxuyuram. Növbəti ilməyə isə cüt toxuyuram. Yəni 2 dənə tək toxuyuram, bir dənə cüt. Baxın, bir tək toxudum. 2 tək toxudum. Növbəti ilməyə cüt toxuyuram və bunu sıra sonuna kimi davam edirəm. Bir tək, 2 tək, bir cüt. Yenidən bir tək, 2 tək, yenidən cüt. Bir tək, 2 tək, yenidən cüt və sonuncu bir tək, 2 tək, yenidən cüt. Bu sıra bitdi. Bu sırada isə olur 24 sıx iğnə. Yəni 6 dəfə artırma etdim, oldu 24 sıx iğnə. İndi növbəti sırada isə 3 tək bir cüt toxuyuram. Baxın, bir tək toxudum. Bura markeri qoyuram. İki tək, 3 tək. 3 tək toxudum. Bir cüt toxudum. Yenidən 1, 2, 3. 3 tək toxudum. Bir cüt toxudum. Yenidən 1, 2, 3. 3 tək toxudum. Bir cüt toxudum. Yenə 1, 2, 3. 3 tək toxudum. Bir cüt toxudum. 1, 2, 3. 3 tək toxudum. Bir cüt toxudum. Sonuncu 1, 2, 3. 3 tək toxudum. Bir cüt toxudum. Oldu 3 tək bir cüt. Burada oldu 30 sıx iğnə. Keçirəm növbəti sıraya. Növbəti sırada isə 4 tək bir cüt toxuyuram. Bu sonuncu artırma olan sıradır. Bir ədəd toxudum. İki. 2 ədəd toxudum. 3, 4. 4 ədəd toxudum. Tək bir cüt toxuyuram. Yenə 1, 2, 3, 4. 4 tək toxudum. Bir cüt toxudum. 1, 2, 3, 4. 4 tək toxudum. Bir cüt toxudum. 1, 2, 3, 4.
4 tək toxudum, 1 cüt toxuyuram. Yenə, yəni bunu 6 dəfə təkrar edirəm. 2, 3, 4. 4 tək toxudum. 1 cüt toxudum. Yenidən 1, 2, 3, 4. 4 tək toxudum. İndi 1 cüt toxuyuram. Baxın, oldu belə. 4 tək 1 cüt. Burada oldu 36 sıx iynə. Bu sıranı sayın, çünki artırma bitdi artıq. Sayın ki, düz olsun. Burada olur 36 sıx iynə. Yəni, bu markeri qoyduğum sıradan əvvəlki, daha doğrusu ilmədən əvvəlki ilməyə cüt olmalıdır. Yəni, düz düşməlidir üst-üstə. Burada oldu 36 sıx iynə. İndi isə artırma azaltma etmədən 8 sıra düz toxuyuram. Yəni, heç bir artırma azaltma etmirəm. Sadəcə 8 sıra düz toxuyuram. Hər sırada 36 sıx iynə olmaqla 8 sıra toxuyub yenidən qayıdıram. Və 8 sıra düz toxudum. Sıra sonuna da gəldim. Burası sıra sonumuydu. İndi isə gözləri taxacağım. Gözləri, baxın 8 sıra düz toxudum. 8 sıra düz toxuyandan sonra gözləri aşağıdan sayıram. Birinci sıra, ikinci sıra. Baxın 1, 2, 3, 4. Dördüncü sırada belə iynəni taxdım. 1, 2, 3. 3 sıra, daha doğrusu 3 sıx iynə bu tərəfə olmalıdır. 3 sıx iynə bu tərəfə, 1, 2, 3. 3 sıx iynə də bu tərəfə, 6 sıx iynə. Baxın belə. İndi gözlərin bu hissələrini birləşdirirəm. Baxın belə. Bir də ki, gözü möhkəm edirəm ki, belə boşluq qalmasın. Yəni, arxa hissəsini möhkəm edin. Aralı qalanda çünki qəşəng görünmür. Ayrılır göz başdan. Baxın, gözləri taxdım. Arasında 6 sıx iynə oldu. Deməli, aşağıdan 4-cü və 5-ci sıra arasına, aralarında 6 sıx iynə olmaqla gözləri taxdım. İndi isə azaltmağa başlayıram. Azaltmağa başlayanda, indi fərqli rəngdə ip qoyuram mən. Bu sancağı hər dəfə taxıb çıxartmaq vaxt alır. Ona görə də ipdən istifadə edirəm. Özüm də toxuyanda həmişə ipdən istifadə edirəm. Sancaqdan nadir hallarda istifadə edirəm. İndi bu sıradan etibarən azaltmağa başlayıram. Bu sırada 4 sıx iynə toxuyuram, bir azaltma edirəm. 1, 2, 3 və 4. 4 sıx iynə toxudum, bir azaltma edirəm. Yenidən, yəni bunun sıra sonuna kimi 6 dəfə təkrar edirəm. 1, 2, 3, 4. 4 sıx iynə toxudum. Bir azaltma etdim. Yenidən 1, 2, 3, 4. 4 sıx iynə toxudum. Bir azaltma etdim. Yenə 1, 2, 3, 4. 4 sıx iynə toxudum. Azaltmanı belə edirəm. Yəni 2 ilməyi birgə toxuyuram. Mən ilmələrin üst qatlarından götürüb toxuyuram. Onda azaltma bilinmir. 1, 2, 3, 4. 4 sıx iynə toxudum. Baxın, üstlərindən belə götürürəm. Belə. Azaltma etdim. Yenidən 1, 2, 3, 4. 4 sıx iynə toxudum və bir azaltma etdim. İndi bu sırada isə, növbəti sırada isə toxuyuram. Buranı azaldandan sonra burada olur 30 sıx iynə. Yəni burada 30 sıx iynə var. Növbəti sıraya keçirəm. Bu sırada 3 sıx iynə toxuyuram, bir azaltma edirəm və bunu sıra sonuna kimi təkrar edirəm. Cəmi 6 dəfə. 3 sıx iynə toxudum, bir azaltma edirəm. Yenidən 1,
2, 3. 3 sıx iğnə toxudum. Yenə azaltma etdim. 1, 2, 3. 3 sıx iğnə toxudum. 1, azaltma etdim. 1, 2, 3. Yəni 6 dəfə təkrar edirəm bunu. Azaltma etdim. Yenidən 1, 2, 3. 3 sıx iğnə toxudum. Yenə azaltma etdim. 1, 2, 3. 3 sıx iğnə toxudum. Azaltma etdim yenidən. Burada oldu 24 sıx iğnə. İndi isə burada başı biraz doldururam. Çünki artıq get-gedə bu hissə balacalaşacaq. Doldurmaq çətin olur. İçərisinə doldururam və dolduranda əlimlə belə qıraqlara doğru eləyirəm. Doldurmaqdan, sindifonla doldurmaqdan çox şey asılıdır oyuncağa. Yəni ola bilər eyni sxemlə toxuyursunuz, baş əyri alınır, uzun sov alınır, yumru alınmır. Qəşəng alınmırsa, deməli içərisini yaxşı doldurmamışsınız. Əgər sxemi düz toxumusunuzsa, alınmırsa, deməli içərisini yaxşı doldurmamışsınız. Belə doldururam içərisini. Bu arada kanalıma abunə olmağı unutmayın. Videoları bəyənin və yaxud da rəy yazın, fikirlərinizi yaza bilərsiniz. Suallarınız varsa suallarınızı yaza bilərsiniz. Baxın belə. Belə. İndi yenidən azaltmağa başlayıram. Bu sırada isə 2 sıx iğnə toxuyuram, 1 azaltma edirəm. Baxın 1, 2. 2 sıx iğnə toxudum, 1 azaltma edirəm. Və bunu sıra sonuna kimi təkrar edirəm. 1, 2. 2 sıx iğnə toxudum. 1 azaltma etdim. 1, 2. 2 sıx iğnə toxudum. 1 azaltma etdim. Yenidən 1, 2. 2 sıx iğnə toxudum. Azaltma etdim. 1, 2. 2 sıx iğnə toxudum. Yenə azaltma edirəm. 1, 2. 2 sıx iğnə toxudum. Azaltma etdim və baxın azaltmanı etdim və sıra sonuna gəldim. Baxın ipi qoyduğum yerə. Burada oldu 18 sıx iğnə. İndi başın içərisini tam doldururam. Baxın, görürsünüz uzun sov kimidir. Burası belədir. Bunun bu böyük hissələrin, yan hissələrini doldurmaq lazımdır. Baxın, belə əlimlə böyükləri eləyirəm. Yəni yan tərəfləri edirəm belə. Əllə belə edirəm, baxın. Digər yan tərəfə də edirəm. Baxın belə. Görürsünüz yumrulanır. Yəni baş yumru olmalıdır. Belə. Biraz daha doldurum. Mən oyuncaqları bərk doldururam. Bərk dolduranda əgər sıx toxumusunuzsa, bərk dolduranda içindən baxın, aradan heç nə görünmür. Görünməməlidir əslində. Və maşına atıb yuyanda, yəni oyuncağı yuyanda da xarab olub eləmir. Əgər içərisinə boş doldursanız, yəni çox yumuşaq olsa oyuncaq, o maşında 1-2 dəfə yuyulan kimi elə 1-2 dəfə yox, 2 dəfə yuyulanda belə xarab olacaq. Yəni belə əyiləcək oyuncaq. Keyfiyyətsiz olacaq.
İndi burada oldu 18 sıx iynə. İndi isə 9 dəfə azaltma eləyirəm. Baxın, birinci azaltma. Yəni hər ilməyə azaltma edirəm. Birinci azaltma. İki. Baxın, hamısını azaldıram. 3. 4. 5. 6. 7. 8 və sonuncu 9. 9 dəfə azaltma etdim. Növbəti ilməyə ilmək sürüşdürmə edirəm belə və bir zəncir çəkib ipi kəsirəm. İpi uzun kəsmirəm, ehtiyac yoxdur buna. Baxın, belə kəsdim. Baş alındı belə. Əgər düz deyilsə, forması yaxşı deyilsə, biraz da doldurmaq olar belə bu hissədən. Baxın, belə yan hissələrə. Baxın, belə edirəm ki, yan hissələr dolsun, baş yumru görünsün. Baxın, görürsünüz, bu hissə alındı belə yumru, bura belə düz kimidir. Ona görə deməli, buranı da doldurmalıyım. Və oldu belə. Baxın, oldu belə. İndi bunu belə buradan çıxardıram, ehtiyac yoxdur. İndi toxuyuram qulaqlarını. Qulaqlarını toxumaq üçün boz rəngdə ipi götürürəm. Bunu qoyum qırağa, fokuslanmasın ona. İndi qulağı toxuyuram. Qulağı toxumaq üçün 3 zəncir çəkirəm. 1, 2, 3. 3 zəncir çəkdim. Ortadakı zəncirə 6 ədəd sıx iynə toxuyuram. Yenə necə başda başlamışdım, bunda başlamışdım. Eyni qayda ilə başlayıram. 1, 2, 3, 4, 5, 6. Növbəti ilməyə 6 ədəd toxudum. İlk ilməyə ilmək sürüşdürmə edirəm. Baxın, belə və bir zəncir çəkirəm. Bu, arxada qalan ip var idi. Bunu əlimlə tutub, indi bununla birgə toxuyuram. Dibdəki ilməyə, hansına ki ilmək sürüşdürmə etmişdim, həmin ilməyə cüt toxuyuram. Baxın, bu ipi belə qoyuram ki, onunla bərabər toxuyum. 1, 2, cüt toxudum. Bir dəfə edəndən sonra, yəni bu ipi saxlayıram belə. Toxumasaz da olar əslində belə ilmək sürüşdürməni. Çünki içəridə qalacaq. Cüt toxudum. Növbəti ilməyə də cüt toxuyuram. Yəni sıra sonuna kimi hər ilməyə cüt toxuyuram. 6 dəfə cüt toxuyuram. Buna da cüt oldu. Növbəti ilmə. Cüt. Neçə dənə cüt toxudum? 1, 2, 3, 4. 4 dənə cüt toxumuşam. Növbəti ilməyə, yəni 5-ci ilməyə də cüt toxuyuram. 6-cı ilməyə də cüt toxuyuram. Cüt toxudum. İndi ilk ilmək ilə ilmək sürüşdürmə edirəm. Yəni hər sırada, sıra sonunda ilmək sürüşdürmə edib bir zəncir çəkirəm. Bir zəncir çəkdim, növbəti sıra. Bu sırada isə bir tək bir cüt toxuyuram. Hər dəfə dibdəki ilməkdən başlayıram. Hansından ki ilmək sürüşdürmə etmişdim, həmin ilməkdən başlayıram. Bir tək toxudum, bir cüt toxuyuram indi. Yenidən bir tək, bir cüt. Yenə bir tək, bir cüt. Bir tək, bir cüt. Yenə bir tək. Yəni 6 dəfə təkrar edirəm bunu. Bir cüt. Bir tək. Bir cüt. Və buradan yenə ilmək sürüşdürmə edirəm. Bir zəncir çəkirəm. Növbəti sırada 2 tək bir cüt toxuyuram. Yenə dibdəki ilməkdən başlayıram. 1, yandakı ilməyə 2, 2 tək toxudum. Növbəti ilməyə cüt toxuyuram. Yenə
1, 2. Yəni bunu da 2 tək bir cütdə sıra sonuna kimi cəmi 6 dəfə təkrar edirəm. Yəni 6 artır. Baxın, cüt. Əgər bu iplə toxumağa yeni başlayırsınızsa, cütləri, təkləri görməyə bilərsiniz. Amma 1-2 dəfə toxuyandan sonra artıq görürsünüz. Məsələn, cüt hardadır? Baxın, cütdür bu. Amma yeni başlayanda onu tam görmək olmur. Əgər bu ipə yeni keçmişsinizsə. 1, 2, 2 tək, 1 cüt. Yenidən 1, 2, 2 tək, 1 cüt. Növbəti sıraya keçməmişdən qabaq ilmək sürüşdürmə edirəm. Baxın, ilmək sürüşdürmə və bir zəncir çəkdim. İndi növbəti sırada 1, 2, 3. 3 sıx iğnə toxudum, 1 cüt toxuyuram. 1 cüt toxudum. İndi yenidən 1, 2, 3. 3 tək toxudum, 1 cüt toxudum. 1, 2, 3. 3 tək toxudum. Yenə 1 cüt toxuyuram. 1, 2, 3. 3 tək toxudum. 1 cüt toxuyuram. Növbəti 1, 2, 3. 3 tək toxudum. 1 cüt toxudum. Və sonuncu 1, 2, 3. 3 tək toxudum və 1 cüt toxuyuram. Cüt toxudum. İlmək sürüşdürmə etdim. Baxın belə. Və bir zəncir çəkdim. Bundan, eyni bundan 4 dənə toxuyuram. İkisi boz rəngdə, ikisi isə ağ rəngdə. Baxın, mən toxumuşam artıq. Baxın, 2 dənə bu rəngdən toxuyuram, 2 dənə də boz rəng toxuyuram. Və bunları birləşdirib bir qulaq olur. Bu ikisini birləşdirəcəm, olacaq bir qulaq. O birləşmiş variantını da göstərim. Baxın, belə olur. İndi bunu, baxın, 2 dənə ağ toxudum. Belə 2 dənə də boz toxumuşam və eyni sxemlə toxumuşam və indi bunları birləşdirirəm. Baxın, belə bu hissələr qalır içərdə, belə. İstənilən yerdən başlaya bilərsiniz. Baxın, belə oldu. Belə. İndi ağ içəri tərəfdə qalır. Baxın, burada istənilən bir yerdən ipi, bu boz ipi keçirdirəm. Bir zəncir çəkirəm. Baxın, belə. Eyni ilməyə bir ədəd sıx iğnə toxuyuram. Baxın, ikisini bir yerdə toxuyuram. İki ön və arxa hissəni bir yerdə toxuyuram. Baxın, ikisini bir yerdə toxuyuram. Və birləşir onlar. Baxın, belə. Və burada ip var idi. Bunu elə edirəm ki, sərqal olsun, içəridə qalsın. Baxın, belə. Artırma, azaltma etmirəm. Sadəcə 2 hissəni bir yerdə toxuyuram. Baxın, belə. YouTube'da mən bir dənə də fil sxemi paylaşmışam. Nazi iplə toxuma qaydasını paylaşmışam. O isə fərqlidir. İstəsəz aşağı hissələrə keçsəz həmin videonu görəsiniz. Kanalıma keçid eləyin, YouTube kanalıma. Orada aşağı hissələrə düşsəz fil sxemini görəsiniz. Fərqli oyuncaqların, çox oyuncaqların sxemini paylaşmışam. Əgər sualınız da olsa, videonun altında qeyd edə bilərsiniz. Baxın, bu şəkildə toxuyuram axıra kimi. Videonu kəsmirəm ki,
rahat olsun toxumaq sizə də, yeni başlayanlara. Baxın, belə sonuncunu da toxudum. Toxuyandan sonra ilmək sürüşdürmə edirəm ilk ilmək ilə. Baxın, belə bir zəncir çəkdim. İndi bunu belə qatlayıram, belə. Baxın, bu cür. Bu cür qatlayıram. İndi buradan ikisini bir yerdə toxuyuram. 3 sıx iynə toxuyuram. 1. Baxın, belə qarşı-qarşıya qoyub toxuyuram. 2 və 3. 3 sıx iynə toxudum. İndi istəsəz bir zəncir də çəkə bilərsiniz və yaxud da belə də edə bilərsiniz. Yəni düyün edirəm. Məqsəd odur. Baxın, belə. Bu da olduğu digər qulağı. İpi kəsirəm. Baxın, qulaqları da hazırdır artıq. Bu oldu filin qulaqları. Başı da hazırdır, qulaqları da hazırdır. İndi isə burnunu toxuyuram. Burnunu toxumaq üçün biraz, baxın, belə biraz uzun ip saxlayıram. Və 3 zəncir çəkirəm. 1, 2, 3. Baxın, belə biraz uzun saxladım. 3 zəncir çəkdim. Ortadakı zəncirə, yəni ikinci zəncirə 8 ədəd sıx iynə toxuyuram. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bir də burnu toxuyanda sıx toxuyun. 8 sıx iynə toxudum. Baxın, ikinci zəncirin içərisinə 8 ədəd sıx iynə toxudum. İndi isə 11 sıra artırma azaltma etmədən hər sırada 8 sıx iynə olmaqla düz toxuyuram. Yəni 11 sıra toxuyacağım və hər sırada da 8 sıx iynə olacaq. Baxın, belə dairəvi şəkildə toxuyacağım. İndi göstərim sizə. Baxın, belə. Və burnu dediyim kimi sıx toxuyun toxuyanda. Yəni hər ilməyə bir ədəd sıx iynə toxuyuram. Belə dairəvi şəkildə toxuyuram. 11 sıra toxuyacağım. Baxın, belə. Hər ilməyə bir ədəd toxuyuram. Yəni artırma, azaltma falan etmirəm heç nə. Baxın, belə dairəvi şəkildə toxuyuram. Baxın, belə dairəvi şəkildə düz toxuyacağım 11 sıra. Toxuyub yenidən qaydıram və bu ip də içəridə qalır. Toxuyub yenidən qaydıram. Deməli, filin xortumunu 11 sıra düz toxudum. 11 sıra düz toxuyandan sonra, baxın, bu biraz uzun ip götürmüşdüm içərisində başlayan. O içərisi ilə gedir belə. Bildiniz, yəni belə boşda, harası ilişdirməmişim. Sadəcə içərisində saxlamışam. İndi 11 sıra düz toxuyandan sonra, indi hər ilməyə cüt toxuyuram. Və 8 dəfə təkrar edirəm bunu. Yəni 8 dənə cüt toxuyuram. Baxın, bu birinci cüt. İkinci cüt. Üç. 4, 5, 6, 7 və 8. 8 dənə cüt toxudum və burada oldu 16 sıx iynə. İndi necə eləyirəm? İndi bu ipi, daha doğrusu ilmək sürüşdürmə edim. Baxın, belə ilmək sürüşdürmə etdim. Sonra bir zəncir çəkirəm. İpi biraz uzun saxlayıram. Burnunu öz ipi ilə tikəcəm. Baxın, belə. İpi dartdım. Burada düyün oldu. İndi bu içəridə qısa olan ip var. İstəyirəm ki, burnu belə dayansın da, yəni yuxarıya doğru. Ona görə də baxın, bunu belə çəkəndə bu uç hissədəydi axı. İstər-istəməz bunu dartır. Baxın. Bunu belə dartır, görürsünüz. Belə dartanda bu belə qalxır yuxarı. İndi bunu belə dartandan sonra burada hər hansı bir yerdə
Baxın, belə ilmək götürürəm. Bir dənə. Baxın, belə edirəm. Bir dənə ilmək etdim. Bura düyün salıram ki, o ip elə dartılmış vəziyyətdə də qalsın. Baxın, görürsünüz, dartılmış vəziyyətdə də qalır. Belə. Baxın, oldu belə. İndi baş hissəni düzəldirəm. Daha doğrusu düzəltmişdim. İndi burnunu, qulaqlarını tikirəm. İlk olaraq burnunu tikmək istəyirəm. Baxın, gözlərin ortasına qoyuram belə. Və iynələrlə bərkidirəm. Bir yerdən də bərkidim. Əgər iynə yoxdursa, adi iynə ilə də, yəni belə toplu iynələr yoxdursa, adi iynə ilə də eləyə bilərsiniz. Bu qısa olan ip artıq lazım deyil. Bunu kəsirəm, amma lap dibdən də kəsmirəm. Belə içəridə qalsın. Baxın, belə. İndi bu burunu bura tikəcəm. Baxın, belə bunu tikəcəm bura. Bunun üçün yenə qalın iynə lazımdır. Belə qalın bir iynəyə, yəni ucu küt olan iynəyə sapladım. İndi bunu bura tikirəm. Burada əyrilik var idi axı, baxın. Bu son hissədir deyə. İndi sizdə ola bilər aşağı hissəyə düşsün, bu hissələrə düşsün, lap yaxşıdır. İndi belə tikirəm. Baxın, bir ilmək buradan götürürəm, baş hissədən. Sonra və gözdən çox aşağı olmasın. Elə bilin ki, gözdən bir sıra və yaxud da heç bir sıra olmasa da olar. Elə gözün arasından tikməyə başlaya bilərsiniz. Yəni çox aşağıdan olmasın xortum. Belə dairə bir şəkildə tikirəm. Sonda hansı hissəsində əyrilik varsa, o hissəni düzəldəcəm. Baxın, bu hissə biraz boş qalıb, bunu düzəldəcəm sonda. Bu iynələr lazım deyil. Bu file toxumaq üçün boz rəngdən bir ədəd bəs eləyir. Yəni artıq da qalır yəni. Baxın, bu hissədə biraz boş eləmişdim. Bunu da bərkidirəm. Və bitdi. Bunu tikib bitirdim. Baxın belə. Və bunu bu saxladığım iplə burada düyün edirəm. Yəni bunlar qalacaq içəridə onsuz da. Ona görə düyün edirəm ki, sökülməsin. Düyün etdim, çox da qısa kəsmirəm. Biraz belə saxlayıb kəsirəm. Bu iplərlə işləyəndə biraz tökülə bilər. Yəni aralana bilər, tüklər tökülə bilər, narahat olmayın. Yəni toxuyub bitirəndən sonra heç bir tük tökülüb eləmir. Yəni səliqəli olur. İndi isə qulaqlarını bərkidirəm. Qulaqlarını da toxudub. Baxın, qulaqlarını bərkidirəm. Qulaqlarını isə öz ipi ilə etməyəcəm. Mən ağ rəng götürdüm. Ağ deyəndə belə süd rəngi kimi bir rəng götürdüm. Bu iplə tikəcəm. Siz istəsəz ipin özü ilə də tikə bilərsiniz. Yəni bu toxuduğunuz iplə də tikə bilərsiniz. Sadəcə mən bununla tikmək daha çox xoşum gəlir. Elə bilirəm, onda bərk olur. Keyfiyyətli olur. Burun hissəni ona görə eləmədim ki, birdən bilinər, eləyər ona görə. İndi qulaqlarını tikirəm. Qulaqlarını isə, baxın, bu baş var idi. Başdan sayıram. Bu 6 sıx ilə özü. 1, 2, 3, 4, 5, 6. Baxın, 6-cı sıraya qoydum. Belə və bərkidirəm bunu iynə ilə. İndi bunu tikirəm.
Və bu ipi saxlamışdım axı burada. Bunu içəri keçirdirəm belə. Bu oyuncaq toxuyanına ən çox vaxt aparan bəlkə də tikməkdir. Hissələri birləşdirməkdir yəni. Belə bərkidirəm. Bir qulağını tikdim. Mən ipdəki göstərim. İğnələri də çıxartdım. Baxın, oldu belə. Belə oldu. İndi digər qulağını da tikib yenidən qaydıram. Yəni eyni qayda ilə tikirəm, eyni sıraya. Baxın, bu hissədən belə tikib qaydıram. Burnunu da düzəldim. Və artıq qulaqlarını tikdim filin. Baxın, belə oldu. İndi isə qaşlarını edəcəm. Və rəngli ip götürdüm, tünd qəhvəyi. Və belə 2 sıra yuxarı. Belə etdim. Digər qaşını da edirəm. Buradan ipi bağlayıram artıq, ehtiyac yoxdur. Belə. Və oldu belə öz forması. Başı bitirdim. İndi isə ayaqla davam edirəm. Ayaqlarını toxuyacağam. Mən 3 dənəsini toxumuşam. Baxın, belə. 3 ədədini toxumuşam. İndi birini sizlə bir yerdə toxuyacağam. Ağ ipi götürdüm. Bunları qırağa qoyum. 3 zəncir çəkirəm. 1, 2, 3. Ortadakı, yəni ikinci zəncirə 6 ədəd sıx iğnə toxuyuram. 1, 2, 3, 4, 5, 6. 6 ədəd sıx iğnə toxudum. İlk ilmək ilə ilmək sürüşdürmə edirəm. Bir zəncir çəkirim. Növbəti ilməkdən başlayaraq hər ilməyə cüt toxuyuram. Baxın, bir cüt ilmək sürüşdürmə etdiyim ilmədən başlayıram. Bir cüt, 2, 3, 4, 5, 6. 6 cüt toxudum. Yenə ilmək sürüşdürmə edirəm. Və bir zəncir çəkdim. İndi isə bir tək bir cüt toxuyuram. Baxın, dibdəki ilmədən başlayıram. Bir tək,
bir cüt, bir tək, bir cüt, bir tək, bir cüt, bir tək, bir cüt, bir tək, bir cüt, yine bir tək, bir cüt və ilmək sürüşdürmə edirəm. Bir zəncir çəkirəm və ipi kəsirəm. Burada oldu 18 sıx iynə. 18 ədəd sıx iynə oldu. İlmələri sayın əgər yeni başlayırsınızsa. İndi isə boz rəngi keçirəm. Burada 18 sıx iynə oldu. İndi isə boz rəngə keçirəm belə. Baxın, bir zəncir çəkdim. Eyni ilməyə bir ədəd daha toxuyuram. Bu oldu 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18. 18 ədəd sıx iynə toxudum və ilk ilmə ilə ilmək sürüşdürmə edirəm. Yəni hər sırada eyni edirəm. İlmək sürüşdürmə edirəm, sonra bir zəncir çəkirəm. Baxın, burada yenə oldu 18 sıx iynə. İndi heç bir artırma indi isə heç bir artırma azaltma etmədən 3 sıra daha düz toxuyacağım. Hər sırada 18 sıx iynə olmaqla 3 sıra düz toxuyub qayıdıram. Və artıq 3 sıra daha düz toxudum. Yəni boz rəng ilə 4 sıra oldu. Bir zəncir ilmək sürüşdürmə etdim və bir zəncir çəkdim. Bundan cəmi 4 ədəd toxuyuram. Baxın, 3'ünü mən toxunmuşdum. Bu da 4-cüdür. İndi isə ayaqları birləşdirəcəm artıq. Ayaqları birləşdirmək üçün baxın, bir zəncir çəkmişdim. İndi 10 sıx iynə toxuyuram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 sıx iynə toxudum. Bir zəncir çəkirəm. Növbəti ayağı götürürəm və istədiyim yerdən başlaya bilərəm. Mən buradan başlayıram. Bir zəncir çəkdim, unutmayın onu. Bir zəncir çəkdim. İndi digər ayağa keçirəm. 10 sıx iynə toxuyuram yenə. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 sıx iynə toxudum. Yenidən bir zəncir çəkdim. Növbəti ayağa keçirəm. Yeni istənilən yerdən başlaya bilərəm. Mən bu hissədən başladım. Yenidən 10 sıx iynə toxuyuram. Baxın, bir ədəd toxudum. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 sıx iynə toxudum. Yenidən bir zəncir çəkdim. Və növbəti ilməyə, daha doğrusu növbəti ayağa keçirəm. Burada da istənilən yerdən başlaya bilərəm. Mən buradan başladım. Yenə 10 sıx iynə toxuram. Baxın, hər ayaqda bir zəncir çəkirəm, növbəti ayağa keçirəm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və 10. Yenə bir zəncir çəkirəm. Bir dəqiqə. Baxın, bir zəncir çəkdim. Bir zəncir çəkdim və ayaqlar bitdi. İndi baxın, bu ayaqları belə düz qoyuram. Baxın, belədir.
Bunları içəri salın. Baxın belə. Görürsünüz, baxın bu vəziyyət. Baxın, buralarını toxumuşam. Qabaq hissələri boşdur. Belə boş olan tərəfləri belə birləşdirirəm. Bir zəncir çəkdim axı sonda. Bir zəncir çəkəndən sonra ilk ki başlamışdım, ilk ayaqdan başlamışdım 10 sıx iynə toxumağa. Onun ilk ilməyinə, baxın elə burada da bilinir belə. İlk ilməyi ilə ilmək sürüşdürmə edirəm və bir zəncir çəkirəm. Baxın, oldu belə. İndi isə hələ ki bu hissə qalır. Bu açıq olan hissə var. Bura hələ ki qalır. İndi bir sıra bunun üzərinə sıx iynələr toxuyacağım. İndi davam edirəm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Ayaqda 10 sıx iynə toxumuşdum axı. 10 sıx iynə də toxudum. Sonra bir zəncir çəkmişdim. İndi bu zəncirin üzərinə bir ədəd sıx iynə toxuyuram. Ortada zəncir çəkmişdim hər ayağı birləşdirəndə. Həmin zəncirin üzərinə bir ədəd sıx iynə toxudum. Sonra yenə burada ilməni itirməyin. Toxuyandan sonra zəncirin üzərinə. Baxın bu dibdəki ilməkdən. Burada bir dənə ilmə var, bunu itirə bilərsiniz. Bunu itirməyin. Buradan toxumağa başlayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 sıx iynə toxumuşdum axı hər ayaqdan. Burada bir zəncir çəkmişdim axı. O zəncirin üzərinə bir ədəd sıx iynə toxudum. İndi digər ayağa keçirəm. Baxın bu dibdəki ilməyi yenə itirməyin. İtirsəz sonra səhv gələcək. Baxın bu dibdəki ilmədən başlayıram. 10 sıx iynə toxuyuram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, baxın 10. Üst-üstə düşür. 10 sıx iynə toxudum. Yenə burada bir zəncir çəkmişdim. Həmin zəncirin üzərinə bir ədəd sıx iynə toxudum. Və eyni qayda ilə baxın, burada dibdəki ilməyi itirmirəm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və 10. Sonda yenə bir zəncir çəkmişdim. Bu zəncirin də üzərinə sıx iynə toxuyuram. Və gəldim sıra sonuna. Burada ilmək sürüşdürmə edirəm. Sonra bir zəncir çəkirəm. Baxın, burada bunu toxuyandan sonra buranı sayın. Burada 44 sıx iynə olacaq. Orta boş qalıb, bu heç. Amma burada 44 sıx iynə olur. Əgər səhvdirsə ilmələr, deməli hardasa ilməni itirmişsiniz. Və yaxud da cüt toxumusunuz çox olub. İndi bu hissəni belə tikəcəm. Bunun üçün ipin özündən də istifadə edə bilərsiniz. Mən belə nazik ipdən istifadə edirəm. Nazik deyəndə yəni belə. Bu ipdən istifadə edirəm, yəni oyuncaq toxuduğum iplər. İndi bunu belə tikirəm. Baxın, əvvəlcə elə bilin, baxın, bu formada tikməliyəm. Baxın, belə, bu hissəni belə, belə və belə. Bunların hamısını belə birləşdirməliyəm. İndi buradan mən əvvəlcə belə götürürəm. Baxın. Bir də səliqəli tikmək lazımdır ki, altdan baxanda bilinməsin, yəni səliqəli görünsün. Burada bir dənə belə düyün edirəm. Baxın, belə. İndi bu ikisini birgə belə tikirəm. Belə.
Yarıya kimi gəlirəm, bəs eləyir. Çünki o birisiləri də tikməliyəm axı. İğnədən çıxdı ip. Bunu belə edəm. Baxın, belə. İndi mən bu ikisini belə birləşdirəcəm. Belə edirəm. İndi bunu belə tuturam. Yəni, bu birləşdirmə necə istəyirsiniz birləşdirə bilərsiniz. Səliqəli olsun sadəcə. Öz ipindən çox bu ip yaxşıdır. Yəni, belə nazik iplərlə tikmək yaxşıdır. Bu, mənim tikdiyim ip Alize Baby Best ipidir. Amma istənilən iplə, yəni yarnar cins də olar, Alize Cotton Gold Hobby də olar. Onlarla da tikə bilərsiniz. Baxın, belə edirəm ki, yəni dəlik hissə falan qalmasın. Yəni, heç bir şey qalmasın burada. İndi burada bunu düğümləyirəm. Çünki ipim az qalıb ona görə. İndi digər tərəfi də eyni qayda ilə. Baxın, indi buranı tikəcəm belə. Baxın, bu hissəni, bir də bu hissəni tikib yenidən qaydıram. Və artıq bitirdim tikməyi. Baxın, hər tərəfimi bitirdim. Baxın, belə möhkəm olsun. İndi isə burada 44 sıx iğnə olmuşdu. İndi isə heç bir artırma, azaltma etmədən 5 sıra düz toxuyuram. Yəni, hər ilməyə bir sıra toxumaqla belə toxuyuram və hər sıra sonunda ilmək sürüşdürmə edirəm, bir zəncir çəkirim. Və bunu 5 sıra təkrar edirəm. Yenidən 5 sıra toxuyub qaydıram. Və artıq 5 sıra düz toxudum. Bu ipə fikir verməyin. Məndə bu rəng bitdi. Bu rəngdən az idi məndə. Bitdi üçün bozun butonundan istifadə etdim. Amma siz yəni eyni rənglə toxuyun. İş yarımçıq qalmaması üçün belə etdim. Yəni, əslində bir ip bəs eləyir. Bir boz rəng bəs eləyir bir filə. Sadəcə məndə bu boz rəngdən əlimdə az idi, ona görə. Yəni, bitdiyi üçün bu digər tonundan istifadə etdim. 5 sıra düz toxudum. İndi isə içərisini doldururam sindifonla. Ayaq hissələri əvvəlcə yaxşı doldururam. Baxın, tam doldururam ayaqları. Belə. Ayaqları tam doldururam, çünki sonra doldura bilməyəcəm. Belə. Baxın. Oldu belə. Baxın, belə oldu.
Baxın belə. Tam doldururam. İndi isə bu sırada azaltmağa başlayıram. Azaltmanı isə belə edirəm. 2 sıx iğnə toxuyuram, 1 azaltma edirəm. Və bunu 11 sıra təkrar edirəm. 1, 2. 2 sıx iğnə toxudum. İndi 1 azaltma eləyirəm. Yenidən 1, 2. 2 sıx iğnə toxudum. 1 azaltma. 1, 2. 2 sıx iğnə toxudum. 1 azaltma. 1, 2. Azalttım. 1, 2. Yeniden 1, 2. Azaltma ettim. 1, 2. Azaltma ettim. 1, 2. Azaltma ettim. 1, 2. Və sonuncu azaltmanı da etdim. İndi ilmək sürüşdürmə edirəm. İlmək sürüşdürmə etdim. Bu hissə, baxın bu hissə filin arxa hissəsidir. Bu hissə isə qabaq hissəsi. İndi ayaqlarında əyrilik varsa onu düzəldirəm. Və üst hissəni də doldururam artıq. Baxın. Belə. Düzəldirəm bunu. Burada da baxıram, əgər əyrilik varsa onu da düzəldirəm. Bunda da əyrilik var. İndi quyruq hissəni də edirəm. Quyruq hissəni ayrı toxumayacağam. Sxemdə ayrı toxunub. Mən ayrı toxumayacağam. Elə birbaşa üzərində toxuyacağam. Baxın, ilmək sürüşdürmə etmişdim. İndi 12 zəncir çəkirəm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 zəncir çəkdim. İndi sayıram. 1, 2, 3, bir dəqiqə, 1, 2, 3, 4, 5, 6, 7. 7-ciyə ilmək sürüşdürmə edirəm. Baxın belə. Sonra yenidən 1, 2, 3, 4, 5, 6, 7. 7-də də toxudum. Eyni ilməyə ilmək sürüşdürmə edirəm yenə. Bir dəfə daha edirəm. 1, 2, 3, 4, 5, 6, 7. 7 sıx iğnə toxudum. Eyni yerə ilmək sürüşdürmə edirəm. Baxın, ilmək sürüşdürmə etdim. İndi baxın, belə davam edirəm. Və ilmək sürüşdürmə edirəm. 1, 2, 3, 4 və sonda burayla da edirəm belə 5 və ipi kəsirəm. Ehtiyatla belə dartıram bunu. Baxın, bu oldu filin quyruğu. İndi bu hissəni baxın belə bu formada tikəcəm. Baxın, bunu belə ağız-ağıza belə tikəcəm. İndi yenə
Bu qalın ipi götürdüm. Qalın iğnəni götürdüm. Saplayıram bunu. Belə. İndi baxın, bunu belə qarşı-qarşıya qoyuram və tikirəm. Və səliqəli tikirəm ki, heç bir şey görünməsin. Yəni səliqəsiz görünməsin. Hələ içini doldurmamışam buranı. İndi buranı biraz tikim, sonra dolduracağam içərisini. Baxın, bir ilməği buradan götürürəm, birini isə buradan. Belə. İpi möhkəm dartmıram, qırıla bilər. Bu iplər biraz kövrək olur. Toxunandan sonra qəşəng alınır oyuncaqları. Amma tikən vaxtı ehtiyatla tikmək lazımdır. Baxın, belə. İndi bu hissəni doldururam. Baxın, bura boşdur. İndi buranı doldurmalıyam. Sindifonla doldururam buranı. Əvvəldən də doldurub tikə bilərsiniz. Sadəcə onda sindifon ilə ipin arasından keçir, ona görə etmirəm. Yəni doldurandan sonra, tikəndən sonra doldurmaq daha rahatdır məncə. Baxın, belə. Qeyd etdiyim kimi bu rəng fərqliliyi ipin bitdiyi üçün oldu. Məndə boz rəng əlimdə az idi. Ona görə. Yoxsa belə bir ip bəs eləyir. Baxın, belə doldurdum. İndi tikdikcə əgər boşluq olarsa yenidən dolduracağım. Belə. Burada biraz az hissə qalana kimi tikirəm. Yəni fərqi yoxdur da, 10 sıx iynə qalsın, 9 qalsın. Əslində hamısını da tikə bilərsiniz, fərqi yoxdur. Amma indi biraz saxlayıram mən. Baxın, belə. Bu qədər saxladım. Və ipi kəsirəm. Buna ehtiyac yoxdur artıq. Bunu belə düyün edirəm. Və bunu belə içəridə saxlayıram. Baxın, belə. Əgər ehtiyac varsa, bu hissələri biraz da doldururam. Biraz burada məndə boşluq var. Bunu da doldururam. Bu hissələr boşuymuş məndə. Yaxşı doldurmamışam. Buranı, bu hissəni tam doldururam. Çünki başı tikəcəm. Başı tikəndə əyilməsin. Biraz daha doldururam.
Baxın belə. Bitdi artıq. İndi qaldı başı bədənə tikməyə. Başını da hazır etmişdim. Baxın. İndi belə göstərirəm. Baxın bunu bu hissəyə. Baxın bu formada. Bunu belə tikəcəm bura. İndi bunun üçün nə edirəm? Böyük bir dənə iynə götürürəm. Baxın, uzun bir dənə iynədir. Başı belə qoyuram. Yəni məqsəd sabitləməkdir bunu. Tərpənməsin ki, rahat tikim. Baxın belə. Biraz da qabaq ola bilər. Baxın. Yəni bu formada tikirəm. İndi onu göstərəcəm necə tikirəm. Yenə mən nazik ipdən istifadə edirəm. Belə ipdən istifadə edirəm. İndi baxın bunu bura tikməliyəm. Bu iynəni qoydum ki, yəni tərpənməsin. İndi hər hansı bir yerdən fərqi yoxdur. Başlayıram tikməyə. İndi bir ilmə buradan, bir ilmə isə başdan götürürəm. Çox da buralardan götürmürəm. Baxın belə. Bu hissədən götürdüm. Bu filin başını biraz belə də tikmək olar, əyri, yəni bizə baxan tərəfdə. İndi onu necə istəyirsiniz? Tikə bilərsiniz. Mən biraz əyri tikəcəm. Elə mənə baxan tərəfə. Bir ilmə qeyd etdiyim kimi başdan götürürəm. Bir ilmə bədəndən. Baxın belə. Belə və bunu sona kimi belə tikirəm. Tikib yenidən qaydıram. Və tikib bitirdim. İndi bu iki başlamışdım, qısayıb qalmışdı. İndi iynəni həmin yerdən çıxardıram. Və yavaş dartıb buranı düyün edirəm. Baxın, bu hissədə düyün edirəm. Sabitlədiyimi də buradan çıxardıram. Baxın, fil hazırdır. İndi alındı belə. Belə bu formada oldu. İndi qaldı. Bunu necə qoyum? Sarı rəngdən istifadə edirəm. Bunun üçün zəncir çəkirim sadəcə. İşte 1 2 3 4 5 6 bu ne böyle oldu? 7 8 9 10 11 12 13 14 15 16 17 18 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32,
33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52, 53, 54 ve artık fil bitti. Baxın, belə alındı. Məncə qəşəng oyuncaqdır. Belə alındı. Baxın, 4 ayaqlı belə. Əgər bəyəndinizsə videonu bəyənməyi, yaxınlarınızla bölüşməyi unutmayın. Bəyən düyməsinə basın. Kanalıma abunə olun ki, yeni sxemlərdən xəbərdar olasınız. Əgər toxuduğum oyuncaqlara baxmaq istəyirsinizsə, Instagram səhifəmə keçid edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşənə qədər. Sağ olun.